Elə bir məclisdə, elə bir məkanda idi ki, fəryad eləyirdi, cavab vermirdilər heç. Deyirdilər ki, dinən Fatimiyə dayaqlamasın, səsini eşitmək istəmirik. O qədər ağladı ki, Əli dedi, bir xeymə qurum, bir ev tikim, Bəqidə, geçsin orada nalə eləsin, günün altında qalmasın. Bir gün qayıtdılar, İmam Həsən, İmam Hüseynin əlindən tutub, üzü gün vuranda üz qızararda hiss olunar ki, günün altındadır. Əli baxdı, dedi ki, niyə günün altında qalmışsınız? İmam Həsənlə İmam Hüseyin başını aşağı saldı ki, ata Beytül Əhzanı da söküblər. O evi də söküblər. O qəm evi idi tarixdə onun adı, onu da söküblər. Hamını ümumi çağırırdı, adam göndərdi Salmanın dalıca. Salmanı çağırdı, dedi ki, mən atamı itirmişəm, sən niyə mənə baş çəkmirsən, mənə cəfa edirsən? Salman başını aşağı saldı, xanım, mən bilməzdim ki, sizin mənəm kimisinə ehtiyacınız olar. Salman hörmətsizlikdən getmirdi, yox, Salman deyirdi ki, mən onun dərdini nə dərdinə deyəcəm, xəcalətdən getmirdi. Deyirəm, görəsən, olar ki, biz də o xüsusilərdən olaq ki, xanım çağıra ki, axı, mənim ürəyim sənin üçün darıxır, deyir, Salmana deyir. Deyir, Salman ağlayır, deyir, mənim üçün ürəyimiz darıxır, ay Peyğəmbər qızı. Deyir, axı, ürəyim darıxır, niyə gəlib mənə baş çəkmirsən?